Və sahabə deyir ki, Əbu Məsud Uqbə ibn Amr radiyallahu anhu, "Kunna nuhamilu ala zuhurina." Yəni onlar sədəqə vermək üçün onların bir şeyi yox idi. Sədəqə verəcək bir şey tapmırdılar. Və ona görə onlardan biri bazara gedər və bazarda belində yük daşıyar, sədəqə vermək üçün bir şey əldə edirdilər. Yəni müəyyən qədər əldə edərək, qazanaraq onu sədəqə versinlər. Yəni kunna nuhamil ala zuhurina, yəni onlar nə deməkdir? Öz bellərini kiralayırdılar. Yəni hambal olaraq işləyirdilər. Sədəqə vermək üçün hambal işləyirdilər. Yəni bu da onların xeyrə olan rəğbətini və Allah qatında olana yəqinliyini bildirir. Yəni onların əsas istəyi Allah qatında olan nemətlər və həmçinin yəqinin güclü olduğuna görə hambal işləyərək sədəqə verirdilər.